Bugün ben belə davranmalıyım. Belə davranmalıyım. Şəhər kardeşimizin evine ocağına gelmişik. İkinci terör şəhərimizi. Onun yanında oldu. Hoş bildik. Özüne bildik. Allah sen bala rəhmət eləsin. Bu şəhər olsun. Yeri beşli eləsin. Allah sizə səbir eləsin. Və özün tutsanlar bütün şəhərlərin hamısına rəhmət eləsin. Bugün ağır çöldür. Sizin üçün, sizin çalışın, yer üçün. Bugün də bizim hoş bildik. Bugün sizin ocağınızda, Bərizin ocağında, Bərizin anasıyla gəlmək, mənim böyük bir qururdur. Allah Bərizin tutsanlar bütün şəhərlərimizə rəhmət eləsin. Allah yerdən beşli eləsin. Amin. Allah Teala hər zaman sizə səbir eləsin. Bütün anaları səbir eləsin. Analar bizim üçün dəyərli sağ olun. Allah sənin balanı görüşür. Bunlar enteresan. Bugün bir şəhid qardaşı olarak özümə bir gurur duyuram ki, sizin kimi anaların yanında, sizin kimi gözəl insanların, sizin kimi gözəl anaların özümə getmək bir gurur duyuram. Bugün biz bir fəxr edirik ki, qardaşımı gözəl şəhidimiz olur. Bunların timsalında biz hamımız cəm olmuşuq, birbirimiz tanışıq, birbirimiz ana-bala, qardaşımız olmuşuq. Bugün Bəhruzun iki evi tamam olmuş, şəhid olmuş. Onun cəmiyyətlərə bu şart olsun deyirəm. Allah sizə səbir etsin. Amin. Allah hər zaman qapa yine bir xeyir şəkilsin, Amin. xeyir şəkəri. Alaca nə var, Allah'ın ki, qorxusunu deməsin. Biz orada geliş yaşayırıq. İnşallah. Bugün özümüzə gəlmədən böyük qəhlə, böyük qurulmaz, özümüzə gəlmək bizə bir seviş qurur. Ona görə ki, sizin için analar hər zaman yanında olmaq bizə bir şərəf verir, şərəf gətirir. Sağ ol. Allah köməyin olsun. Allah var olsun. Allah qəhrəman qardaşlarımın hər birinin yerini cənnət etsin. Sağ ol. Hoş söylədiniz. Hər biriniz qəhrəmanlarınız. Siz də bizi boş deyil. Can başına dönərək. Sağ ol. Sağ ol.